Bugün 5 aprel tarixində olan 9-cu sinif buraxılış imtahanını izah eləmək istəyirəm. Azərbaycan dili suallarını. 27-ci sualdan başlayaq. Elə adamlarla oturdur ki, hamı onlardan razılıq etsin. Cümləsinin təhlili ilə bağlı səhv göstərək. Əvəzi ilə ifadə olmuş mübtəda işləmişdir. Doğrudur. Razılıq etsin kim? Hamı. Müəyyən şəxsli cümlədir. Mübtədası əvəzli ilə ifadə olunub. Xəbərlər mürəkkəb feil ilə ifadə olunmuşdur. Nə et oturdur, nə etsin, razılıq etsin. Doğrudur. İşarə əvəzliyinin təyinin ifadə vasitəsidir. Oturdur kimlə? Adamlarla tamamlıq, necə adamlarla ilə təyin. Bu da doğrudur. Tərkibindəki cümlələr ümumi şəxslidir. Hər bir cümlənin mübtədası olduğu üçün tərkibindəki cümlələr müəyyən şəxslidir. Cavab D variantı. E variantında da hər iki tərkib hissədə tamamlıq işlənmişdir. Razılıq etsin kimdən? Onlardan. Bu da tamamlıqdır. Vasitəli tamamlıqdır. Oturdur kimlə? Onlar, adamlarla. Bu da vasitəli tamamlıqdır. Deməli, doğrudur. 27 oldu D. 28-ci sualda səhv yazılmış sözü istəyir bizdən. Əfv etmək və unutmaq yaxşı insanların intiqamıdır. Doğrudur. Kin, küdurət cavab B variantıdır. Ehtiyac deyil, digərlərinə baxaq. Çünki kin, küdurət yazılır. B variantı. 29. Hansı nümunədə ilk söz yalnız xitab kimi düşünülə bilər? Aysu, Nuray və Zəhra ilə məsləhətləşsin. Bunu həmciz tamamlıq kimi, həm də ki Aysu sözünü xitab kimi götürmək olar. Sabir, Orxan, Turcan və Anarla danışılsın. Eyni qaydada Sabir sözünü xitab da götürə bilərsiniz. Həmciz tamamlıqlar şəklində də götürmək olar. Akif, Vəli və Toğrul danışsınlar. Akif sözü həmciz mübtəda və yaxud da Akif sözü xitab kimi də götürülə bilər. Sahib, Elşən və Tuqayı tədbirə dəvət etdilər. Sahib sözünü xitab və yaxud da ki, Sahib, Elşən və Tuqayı birlikdə həmciz tamamlıq kimi götürmək olar. E variantı. Lalə, Əhməd və Uğur da hesabat hazırlasınlar. Burada Lalə sözü yalnız xitab kimi düşünülür. Əgər həmciz mübtəda olsaydı, Lalə, Əhməd, Uğur da hesabat hazırlasınlar. Bu qaydada olsaydı yaxşı olardı. Və yaxud da Lalə, Əhməd, Uğur hesabat hazırlasınlar. Bu şəkildə də ola bilərdi. E variantı. 30-cu suala baxaq. Feilin əmr şəklindədir. Oxuyun. Cavab A variantıdır. Şəxs sonluğudur. Gələsi lazım şəklində. Öyrənə, kaş öyrənə arzu şəklində. Danışar, qeyri-qəti gələcək zamandadır. İşləyəcək, gələcək zamandadır. Bunların hər ikisi xəbər şəklindədir. 31 A variantı oldu. 30. Yox. Mən burada yanlışlıq elədim. Deməli. 31 A variantı oldu. 30'a baxmamışam. Biri yalnız baş üzvlərdən ibarətdir. Nəriman şəhərdə yaşayırdı. Yaşayırdı kim? Nəriman. Harda? Şəhərdə. Şəhərdə cümləndə zərflikdir. Bu il məhsulumuz bol oldu. Bol oldu. Nə? Məhsulumuz mübtədadır. Bu il zaman zərfliyidir. C variantında əqrəb qorxulu həşəratdır. Həşəratdır nə əqrəb? Necə həşəratdır? Qorxulu təyindir. Sizin qonşunuz həkimdir. Həkimdir kim? Sizin qonşunuz yalnız mübtəda xəbərdən ibarətdir. 30 D variantı. 32-ci sual. O yalnız şəxs əvəzli kimi düşünülə bilər. O içəri girib baş əydi. Baş əydi kim? O. Yalnız mübtəda kimi düşünülür. O evin yiyəsi Nazim Səfərlidir. Bir də o evin yiyəsi. Hansı evin yiyəsi? O məktəbin həyətini addım-addım dolaşdı. Bir də o məktəbin həyətini. Hansı məktəbin həyətini? D variantında o meşəyə gedən yoldur. Bir də o meşəyə gedən yoldur. Hər ikisində həm işarə, həm də şəxs əvəzliyi kimi düşünülür. O maşına doğru getdi. Bu şəkildə desəm şəxs əvəzliyi, o maşına doğru getdi. Bu şəkildə desəm isə işarə əvəzliyi kimi olur. 32 A variantı. 33-də nümunənin təhlilinə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Hər iki misrada ismi birləşmə işlənmişdir. Birinci misrada alnındakı qırışlar, ikinci misrada izdirap yolları, xalqın keçdiyi, hər ikisində izdirap yolları, xalqın keçdiyi feil sifət tərkibidir. Əsas odur ki, hər ikisində ismi birləşmə var. Bir doğrudur. İkinci misradakı isimlərin ikisi həm hal, həm mənsubiyyət şəkilcisi qəbul edib. Burada xalqının sözüdür. Öz xalqı mənsubiyyətdir. Nın yiyəli haldadır. Sadəcə bir dənədir. Sadəcə bir dənədir. İkini çıxdıq. Birinci misradakı isimlər eyni haldadır. Birinci misradakı isimlər eyni haldadır. Baxaq. Qırışlar, bir də qırış
Hər ikisindəki isim adlı haldadır. 3 də doğrudur. 1-3 doğrudur. İkinci misrada ismi xəbər söz birləşməsi ilə ifadə olunub. Doğru fikirdir. Ona görə də bunu götürmürük. Yanlışda yanlış fikri götürməliyik. Birinci misrada həm baş, həm də ikinci dərəcəli üzvü izah edən təyin işlənmişdir. Qırış deyil, necə qırış adicə. Nə qırışlar, necə qırışlar. Alnındakı. Burada birinci cümlədə təyinlər var, amma yalnız baş üzvləri izah edir. 5 səhvdir. Nümunədəki sifətlər azaltma dərəcəsindədir. Adicə çoxaltmadır, alnındakı adidir. Yanlış fikirdir. Cavab 33-də B variantı. 34-cü. Suala baxaq. Fərif sinifdə hamıdan kiçikdir. Necədir? Kiçikdir. Sifətlə ifadə olunub. Doğrudur. 35-ci sual.